أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. اللهم لك الحمد حمدا يسعد أوله ولا ينفذ آخره. اللهم لك الحمد حمدا دائما أبدا سرمدا لا انقطاع له. أشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. أوصيكم عباد الله ونفسي بتقوى الله ولزوم عبادته والامتثال لأوامره والسير على نهج رسوله الأكرم وأهل بيته صلوات الله وسلام عليهم أجمعين. O hafta ağalar bahsimiz ubudiyye daydı. Bir rivayet galip İmam As-Sadık'tan bu mevzuya muteallıktı. Rivayet sahih senatı mazmunu da tamamdı. Ses vadah diyor ki iyiydi. Rivayette bakın ağalar nedir? İndiydi. Güzel. İmam As-Sadık'tan rivayette gelip ne diyor? Dir el-ubudiyyetu cevheretun kunhuha el-rububiyye fema fukida fil-ubudiyye vucida fil-rububiyye ve ma khafiye anil-rububiyye usibe fil-ubudiyye. Kelime dedim sizin için. Gelağın ağalar birinci makta'a alağın o zaman İmam As-Sadık salavatullahi ve selamu aleyhi diyende el-ubudiyyetu cevheretun kunhuha el-rububiyye. El-cevhere ne diyarıq ağalar? Biz özümüz Türkmanca'da cevhere yani diyarıq o şeyin cevheri yani hakikati, zatı. Kunhu şey aynen ma'nadı. Aynen o şeyin diyarıq kama ennehu cevhere diyende cevheretü şey yani o şeyin cevheri. Cevherinden ne kastetseydik o şeyin hakikati zatı. Kunhu şey de aynen bu ma'nadı. Ve huve o şeyin hakikati zatı. Velakin İmamın salavatullahi ve selamu aleyhi bu sözünde bu ibarede aynen ma'nanı istemir ayrı bir ma'nasıdır. Niçin? لأنه aynen ma'nanı isterse tekrar olur. فلذلك burada kunhu şey diyende yani o şeyin gaye özünden nedir? Gayesi nedir? Fealında ağalar burada diyende koy böyle diyağın el-ubudiyyetu cevheretun kunhuha el-rububiyye. Yani nedir? Yani ubudiyyenin hakikası, gayesi rububiyyettir. Tamam? Kad yakun birden diyen ağa yani ben ubudiyetten yetişirim rububiyete okuyanda böyle geldi. Biz bu bahsler ağalar bu rivayetlerin naklidir hatta bir böyle işkala düşmeyeğin. Lidalike bunu iki gelende tabir edende bunun üç ma'na var özünde. Diyende el-ubudiyyetu ubudiyyenin hakikası ve gayesi rububiyyede ne kastedilir burada rububiyyede? Yani istiridesin ubudiyyet tahkik olunu, ubudiyyenin gayesi, hakikati, tahkik olunu, talab olunu, tahkik olunu, idrak olunu rububiyyeden. Yani nece rububiyyeden ubudiyetin hakikası tahkik olur. Burada rububiyye bima'na et-terbiye ağalar. Şimdi diyese nece bir misal verim. Araplar evin babasına ne diyorlar? Ahsantum Rabbil Usra. Nedir Rabbil Usra? Buna diyende Rabbil Usra. Rab yani nedir manası? Lennehu uşaklarını beslir. Uşaklarına terbiye verir. Rızıklarını verir. Beslir. Terbiye verir. Özleri tehdip eder. Nefislerin dediler özünden Rabbil Usra. İzen Rab ahad maanisinden ve huve terbiye vermek. Tehdibin nefis. Keennema burada diyende ağalar. Birinci nokta, birinci ma'na o zaman diyende ubudiyyenin hakikati, zatı, idrak olunu, rububiyyeden yani nefsi terbiye etmekten, nefsi tehdib etmekten. Anladığınız sözünü gördü. Yani bu ubudiyye diyende bi ennehu koy diyen bir cevherade
kunhuha er-rububiyye yani bu ubudiyenin hakikası, gayesi neyden tahkik olunu? Nefsi beslemekten, nefsi tehdip etmekten. Bu birinci mana. İkinci mana ne dediler ağalar? Dediler o zaman diyende ubudiyenin hakikası, gayesi, rububiyeti yani ne dediler? Yani gayesi, hakikası idrak olunu neyden? İktida etmekten Allah Tebareke ve Teala'nın af'alına. Bir rububiyye yani iktida etmek Allah'ın af'alına. Allah Tebareke ve Teala'nın af'alında cemal var ve celal var. Af'al-i cemal nedir? Ve huve ennehu rahmetti. Sensele rahmetti, ürek yanmağdı, atıftı, hilimdi, hikmet. Bunlar Allah Tebareke ve Teala'nın nedir? Karamdı, hilimdi, rahmeti. Bunlar nedirler? Allah Tebareke ve Teala'nın af'al-i cemalıdır. Ve af'al celali nedir? Ağalar sıfat-ı celal. Sıfat-ı celal yani münezzeh olmak minel aybi ve nakıs bi'itibar ennehu nedir? İnsan ayıbdan uzak olmak, nakıstan uzak olmak. İden ağalar. Nigale kad yakun bir tane diğer tamam ağa bildik. İkinci mana ennehu ubudiyenin hakikasin idrak etmek yani ubudiyenin makamına yetişmek ve huve ennehu Allah Tebareke ve Teala'nın af'al cemalına ve celalına iktida etmekten yetişirem. İyi labud gayr gerek bir şey mahsus olsun ben ona iktida edeyim. Hatta yetişim ila makamil ubudiyeye. Dedik böyle ehl-i beyt salavatullahi ve selam aleyhim nediler? Mazhar cemalillah'tılar. Mazhar celalillah'tılar. İden nedir? İden ikinci mana ve huve ennehu ubudiyenin makamına yetişesey ubudiyeni tahkik edesey iktida etmek neyden? Ahsentum ehl-i beyte salavatullahi ve selam aleyh ehl-i beytin af'alına iktida etmekten bi'itibar özleri ennehu mazhar cemalillah'tı. Mazhar celalillah'tılar. Özlerine iktida etmekten yetişseyneye makam el-ubudiyeye. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ağalar bunlar vadahtı. Geleğin üçüncü manaya. Üçüncü mana akisti. Dediler sen makamül ubudiyye hakikası ve gayesi yetirirsen makamül rububiyyeye. Hay. Biz istirgi ennehu bu işkala düşmüyorsun. Nerede burada yani rububiyyeye yetiştirsen? Dediler rububiyyetil eser, rububiyyetin netice yok sen koyar Allah olasay be. Yok Allah diyende rububiyete yetiştirsen o makama yani sen makamül ubudiyeye yetiştiysen o makam seni yettirer. O yere Allah Tebareke ve Teala elinde bazı umurları verer. Fesani her şey sözü her yerde yerer. İradeyi her yerde yerer. Ameli her yerde yerer. Niçin? Lennehu ruhide bir kuvve olar. Lennehu makamül ubudiyeye yetişipsey. Ruhunda kuvve olduysa ruhta hiçbir şey tesir etmez özüne. Özü tesir eder her şeye. Bunu nedir rivayetlerin mazmunlarında görürüz. Ennehu insan eğer geldiyse makamül ubudiyeye yetiştiyse sözünde bereket olur. İradesi tesir eder. Fiili tesir eder. Rivayetlerde var bu. Men khafallah tekmiliyle imam için. Yadizda diyor ki men khafallah akhafallahu minhu kulle şey. Abdi kun misli أو مثلي تقول لشيء كن فيكون. إذا إذا ناد ربوبية الأثر الله تبارك وتعالى كما أنه برشيء ديان كن فيكون أولار الله تبارك وتعالى أو أثار السنة ويرار بحيث قوي بلد يعني الساني دعاء مسموع أولار بود معناسي ساني سوزي نور أولار أرجلار خرق در هر شيء سنة نادي isticabe eder. Allah Tebareke ve Teala'nın izniyle her şeye tesir edesey ve her şeyde sana isticabe eder. İden nerede?
İden ağalar istirem hatmeyedim burada bu maktağı. O zaman diyende ubudiyen cevheradi kunhu rububiyadi ne rububiyen kazdidir. İmma rububiyye bima'na et-terbiye bihayth ennehu sen ubudiyani tahkik edesey terbiyeden tehdibin nefisten ve imma ennehu rububiyede ne kazdidir ve huve ennehu iktida etmek Allah tebareke ve teala'nın af'alına dedik ne şekil iktida edesey Allah tebareke ve teala'nın af'alına ve huve ehl-i beytin af'alına iktida etmek li'ennehum özleri mazhar cemalillah ve celalillah'tılar. Üçüncü ma'na el-rububiyye ve huve ennehu ne dedik rububiyetil eser yani Allah tebareke ve teala'nın izniyle bir şeye dediyse olar sözü mesmu olar duayı mesmu olar herkes sözü nadı dinler her yerde ra'yi yerir. Bu vazih oldu. Geleğin ikinci maktağı. İkinci maktağı ne dedi İmam salavatullahi ve selamu aleyh? dedi فَمَا فُقِدَ فِي الْعُبُودِيَّةِ وُجِدَ فِي الرُّبُوبِيَّةِ kelime diyelim biraz zahmet şeyke. İnsan dir o zaman eğer geldiyse makam ibadatında edebilmediği yetişsin makam-ül ubudiyeye onu neyden taviz eder neyden yetişi özüne rububiyeden yani neyden yani nefsini beslemekten, nefsine terbiye vermekten, nefsine tehdip vermekten. Koy bir ayrı ibare diyeyim. Bazı amallar, ağalar, bazı ibadatlar gelip munca namaz kıldıysa keda minel thawabi var. Filan günü oruç olduysa keda minel thawabi var. İnsan bu amallar yetirer özünü ila makamil ubudiyye. Her geldiğinin bu kabiliyeti yoktu. İmma zurufu müsaaddiği, imma hastade, imma ay bir şey var. Feiden bu mani'de ennehu bu insan yetişmesin ila makamil ubudiyye. Allah tebareke ve teala'na koy biz için. Ayrı bir kapı açıp ve huve nade makam el-rububiyye bima'na ennehu dedik bima'na ennehu o makamul ubudiyye yetişmeyenden mavani olanda ibadattan yetişmeyende neyden yetişir ağalar rububiyyeden bima'na nefsini tehdip etmekten nefsine terbiye vermekten gördüğünüz Allah tebareke ve teala'nın ne rahmeti var. İden İmam salavatullahi ve selamu aleyh azim bir kapı açır bizim için azim bir kapı açır neyde? Ma'rifede. Ahir makta'an diye dedi ve ma khafiye anir rububiyye usibe fil ubudiyye. Yani keennema insan edebilmedi makamil ubudiyeye yetişsin neyden? Rububiyetten yani nefsini terbiye vermekten, nefsini tehdip etmekten bazı şeyler var ağalar bizden bi ennehu khafidi tamamen mekayetem haramıma mekayetem halalıma bütün şeyime mekayetem ve lakin o ehl-i beyt yetiştiği terbiyeye yetişebilmem yok bazı şeyler khafidi bizden bilmirik ve o şeyler khafidi bizden makam o makamda olanda makam-ı rububiyede yani terbiye vermekte nefsimize tehdip etmekte nefsimize bazı şeyler bizden khafidi onu harda idrak ederiz makam-ı ubudiyede neyden ibadattan iden el-ubudiyye ve rububiyye birbirine nediler ağalar mutekamildiler birbirine mülazimler birbirini tekamül ederler. İden asan da oldu kadıya ki ya da yok. Mazbut da he. O hafta liannehu bir şerh edenem ne diyeceğim addediler. Ağa hiç çıkarttı bizi. Ve indi o hafta eğer hiç çıkartmışsan size indi bu hafta ne oldu ağalar? Sehl oldu inşallah. Allah tebareke ve teala sana bu makama yetişsey ve huve ibadattan eğer yetişmirsey ve huve ahlakıyı tehdip etmekten ahlakiyen mekayet olmaktan yetişsey ila makam er-rububiyye haket buncanadı. İyiydi nerede o avamiller ağalar üç basit nokta diyeyim hatmiyedim. Nerede o avamiller o turuklardan yetişirik iki bu makam-ül ubudiyye ve huve bi ennehu rububiyyeden eğer rububiyyeden yetişmirsek ubudiyyeden yetişirik ve huve birinci dediler el-huzur daim yani nerede yani daimen istişar edesey bi ennehu sen Allah tebareke ve teala'nın kayşarında hazırsay Allah
bütün şeyiyle hazırdı. Her zaman, her mekan, her halde hazırdı. Bu bir. İkinci, ennehu nâde el fenâid daim. Nâde el fenâid daim. Yani sen enaniyeti fena edesey, şehvati fena edesey, nefsiyi sevmeyi fena edesey, dünyanı sevmeyi fena edesey, neyin mukabilinde? Allah Tebareke ve Teala'nı sevmeğin mukabilinde. İzen yani nerede? Fena enaniyetide, fena hususiyetide, fena zatiyatide fi kibal nerede? Allah Tebareke ve Teala'nın kanşarında. Gerek bu ikinci. Üçüncü, ennehu ihlas olsun amelide. Bunda da hakikat uzundu. Velakin edebillah, ihtisar eder özünü üç kelimeden, emir el mümininin sözünden alaq. Ve huve ennehu el muhlisun, bir amele kalkmazlar illa ondan evvel Allah Tebareke ve Teala'nın gözleri önüne koyarlar. Bir amele kalkandalar, o amelin içinde, o amelin esnasında Allah Tebareke ve Teala'nın gözleri önüne koyarlar. O amelden sonra nerede? Allah Tebareke ve Teala'nın gözleri önüne koyarlar. Ben bunu ettim. Allah Tebareke ve Teala benden razıdır bu amelime. Yoksa yok. İden ağalar ve huve ennehu dedik bu üç şeyden ve huve el huzur daim, el fena daim, el nadi el ihlas fil amel yetri insanı ila makam el ubudiyye. Nesallallahu Tebareke ve Teala bi hakkı Muhammed ve ali Muhammed bizi ehli beytin sözünden uzak etmesin, terbiyesinden uzak etmesin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahu samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Sadakallahu aleyhi. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. اللهم لك الحمد حمدا يسعد أوله ولا ينفذ آخره. اللهم لك الحمد حمدا دائما أبدا سرمدا لا انقطاع له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. اللهم صل على محمد سيد المرسلين وخاتم النبيين وحجة رب العالمين. اللهم صل على علي أمير المؤمنين وسيد الوصيين وإمام المتقين. اللهم صل وسلم على الصديقة الطاهرة فاطمة الزهراء سيدة نساء العالمين. اللهم صل وسلم على سيدي شباب أهل الجنة الإمام حسن المجتبى والحسين الشهيد بكربلاء. اللهم صل وسلم على الإمام علي زين العابدين والإمام محمد الباقر والإمام جعفر الصادق والإمام موسى الكاظم والإمام علي الرضا والإمام محمد الجواد والإمام علي الهادي. اللهم صل وسلم على الإمام الحسن العسكري. اللهم صل وسلم على الإمام الحجة المنتظر المهدي. اللهم عجل فرجه، اللهم سهل مخرجه، اللهم اجعلنا من أنصاره وأعوانه. اللهم ارزقنا دعاءه ورضاه بحق محمد وآل محمد. Ağlar bir mesele var, istedim o meseleni tarih edin, bahth edin özünü. Ve hu minel mesail ki bizim müştemamızda vakaen çok silbiyatlar var. Yani her iki kişi günde vakısa bir tane geldi sana şikayetlerini ennehu bu silbiyat var. Fela budda bu silbiyatlar tarih olunsınlar. Asa ve leallehu kad yekun bazı insan لأنه koyur özünü bu silbiyata düşün ennehu gafildi. Biz de gelende bu mevzulara tatarruk edende bu babdan tatarruk eder. Yok ayrı bir kaptan ona ihanet eden او bir acı haket diyen او bir şey yok. Allah şahittir bi ennehu bizim vazifemiz budur. Bi ennehu ya eyyuhar rasul belliğ ma unzile ilek. Bes mücerred tebliğde hücce atmak demesin benim haberim yok idi bu meseleden. Minel mesail ikistirek bahth eder özünü ikilidik. Minel mesail es-silbiyade ve huve bu. Ustadların birisi, müdirlerin birisi, bundan bir fetre evvel geldi bana şikayetlanır. Bir ağa, Allah kabul eder benim mektebimde o maddeden bir muallim var. Mektebimin kanşarında aynen mektep var. 4 muallim, 3-4 muallim oturublar nefis maddeden. İyiliğin ahirinde de gelende bi ennehu avliyaul umur gelirler değiller sani mektebi faşil mektebi. Ne açı baba?
Bizim uşaqlarımız baxırıq, iyi nəticə gətirmədilər, nəcih olmadılar. Fəidən ağalar, gələndə baxağın, səbəb nədir? Ənəhu qoyur bu məktəbdə 3 müəllim, 4 müəllim olsun. Nəfis maddədən mə'al ilm fi qibalihi ənəhu qad yakun indi istəmirəm deyim, ənəhu bir cəddə var məktəbdən məktəbin arayında. Məktəblər də bəzi yerdə baxsaq qanşar və qanşardır. Orada bir müəllim var. Nə qoyur ağa? Və huve ənəhu vasıta qadiyyəsidir, məhsubiyyə qadiyyəsidir. Vasıta qadiyyəsi qoyur bi ənəhu bu məktəbdə qoy belə deyəğim bir müəllim olsun, bütün himil bunun üzərinə olsun. O maddədən mə'ilm ənəhu qanşarında da bir məktəb var, 3 müəllim, 4 müəllim, 4 müdərris var aynən maddədə. Gələğin ağalar, baxağın əvvələn minən nahiyyə əş-şər'iyyə nədir bunun hükmü? İki mən gələndəm, vasıta edəndəm, öz-özümü atandam o məktəbə, minən nahiyyə şər'iyyə hələ bir baxaq nədir? Nəçdirəm, biz bəhəz işaret edərik, hatta bilsin, üzərinə hüccə olsun. Ağalar, biz əgər gəldiysək, minən nahiyyə əş-şər'iyyə aldıysaq özünü, tabii ənəhu biz nizam qurulanda, nizam əl-mədars və huvə ənəhu qeyr mütəsavi olsun, qeyr bütün bi ənəhu bir nizam var, bi ənəhu bütün məktəbdə aynən kadir, ta'limi, kafi olsun, belədi o da yox. Qat'an belədi. Gidi sen gələndə o zaman əgər 4 tane o məktəbə öz-özü getdiyi, vasıta gətirdiyi, ilaqatdan bilmirəm neydən öz-özü atdı o məktəbdə yeri etdi. Sen bilirsən nə etdi? Əvvələn təaddə etdi nizam-ül ama. Və bu da haramdır. Əgər nədir? Lənə ikinci şey və huvə ənəhu qoy belə deyən ağa qeyrinin sən nədir? Qeyrisinə zərəl verdi. O uşaqlar ikinə suçlar var. Orada müəllim ikinə bir müəllimdir. Zərəl çəkərlər. İdən sən bu nahiyədən səni nə oldu? Rızqıyla işgal oldu. Lənəhu qoy belə deyən sən imma nizam əl-amu təaddi etdiyi nizama fəsən orada bir ənəhu yeri etdiysən ikinci şey və huvə ənəhu ağalar qoy belə deyən o uşaqlara zərəl verdi. İkinci nokta minən nahiyyə şər'iyyə ağalar biz gəldiysək, aldıysaq özünü İyidir, el-vazifə, el-ta'limiyyə nədir ağalar? Dara amanattır. O zaman sen vasıta edəndəy, o yerə özü atanday, sen bir hissə alanday, haftada bilmem neçə hissə oldu. 4 tənəsiz, gündə ehtimal bir hissə var, 2 hissə var. İdən sen müstəhaq dögülsəy, 3 şağırı olsun, oturup say, ayaq üstüne koyup say, çaydan geçirdi say, özünü şaqqaydan geçirsay, onun da nədir? Onun da bir ənəhu ürəqi çıxıbdır, bir ənəhu davq olub, bir hası dərsə yetişsin. 5 dərs, gündə 5 dərs verir. Fəidən sən nə etdi? Onun istihqaqatından aldığı ağalar ya da yox. Fəsən idən müstəhaq dögülsəy o 3 şağır dərsə gündə sən onun istihqaqatından alıysan, onun haqqından yedi. Fi qibal sənə devlət verəndə o ratibi bir etibar. Burada 2 müəllim olsun. Burada da 2 müəllim olsun. Hatta bu o ratibi istihqaq etsin. Bu da bu ratibi istihqaq etsin. Bu burada bir müəllim olanda, burada 3 tane olandayı sizi dersiyiz bu burada verir. İdən sən o ratibə müstəhaq dögülsək. O zaman gələndə uşağıya bunu yedirdəndə indi nədir? Bil bi ənəhu nədir? Haram yedirdisək uşağıya. Demə mən bi ənəhu nədir? Uşağın baxım xarabi yola gedir. Budur səbəb ağalar. Şər dögüllə bir dənənin evinə ənəsək xeyirxızlıq edəsək əşriyası çalsay. Burada öz-özüdən çalsay. Vallahi bəzi insan əcibdir ha. İndi özü maslahatı favqəl kuldu. İndi bərə yerdə maslahatı düşün. Uşağın maslahatı düşün. Burada korolu düşünməz. Üçüncü şey ağalar minən nahiyyə şər'iyyə. O zaman sən deyəndə vazifə tə'limiyyə amanatı boynuyla sən bir vasıta gətirəndəy, iyi yerə öz-özü nəql edəndəy, oldu da onu yalqız qoyanday xiyanatı yox, sən müşariksəy bu xiyanata. Bədaha
o başı çamurlanmış iki nədir? O ilah nədir? İki əli yerir, vasıta etdi özündənsə bi ənəhu iyi bir şey etdi. Zorbalıqdan indi nə bilim hər neydən gəlib onu oradan ora nəql edər, özündənsə iyi bir şey etdi. Yox, bilakis o orada ayaq üstünə qoyar, bədələn bir şağır olacağı 4 şağır, 3 şağır olar. Sən yarın bi ənəhu nədir? Sən cəhənnəmə və bi'səl masirə girəsən. İhə, ləənnəhu müşarik oldu özündən nəyə? Xiyanatta bi'tibar ənəhu əl-vasıta xiyana vazifiyədir. Bu minən nahiyəl ağalar əş-şər'iyyə. Gəlin baxaq minən nahiyə tərbaviyyə alağın özünü. O zaman iki əgər gəldiysə bir məktəbdə 3 dənə 4 dənə olduysa bir məktəbdə 1 dənə olduysa irbaq olar əməliyyə tədrisiyyədə indi necə? Ləənnəhu bu qoy deyəğən bu fəqir 5 hissə alıb. Bu da 5'ərdir. Bunun xəstəliği var, bunun bir səfəri var, bunun bir əməliyyatı var, 5'ərdir. Ey bir zarfı olduysa, bunun bir başına bir zarf gəldiysə, qayib olduysa, icazə aldıysa, o məktəb 5 dərs borç oldu, o da yox. Uşaqlar səhədə dolanırlar, məktəb nədir? Salınanı kimin? Edən sən nə etdi? Həm vaxtda nə oldu? Hem vakit hasar oldu. Bi'tibar ennehu sen orada oturup say, ayak üstüne koyup say, aram say, fikri saf, hana git say, burada da bir ennehu neydi? Vakit istiglal olunmur. Bunlar sahada dolanlar. İkinci intac olunmadı. Neç intac olunmadı? Eğer biz bu uşaqları yolladık mektebe, hatta ne etsinler? Alışsınlar, gelsinler. Nece gittiler? Bele döndüler ve intac yoktu. İzen minen nahiye, et-terbiye, ağa, irbak, fi ameliyet tedris olar. Gəlağın minən nahiyə nəfsiyyə ala özünə ağalar. Bunun üzerine günde 5 ders 6 ders var, 2-1 ders istirahat yoktu, özüne irhaq olunu 5'erdi. Avvelen irhaq olunu, thaniyen özü şuur eder ennehu nədir? İhmaldı. Bixilaf ennehu onlara ihtimam var. Bu koyar niyet ne olsun? Avvelen özü savuk olar dersinde. İhlas kalmaz özünde, ciddiyat kalmaz özünde. Thaniyen uşaqlar görəndələr, onlar 5 ders alırlar, özləri ders almırlar, dönürlər. Deyirlər, bizim nə dənbimiz var, biz məhrum olmuşuq dərsdən, bizi təmyiz edirlər onlardan bizi. Tara var ha belə uşağı, deməyin uşağı hardamı düşür, vallahi düşünür. Günlərin birisində Nəcəfdə hambal tutmuşam, əşyamı gəlsin, misvak etmişəm evə, uşaq inanın münçikadı. Mən daimən tutsam özlərini deyərəm, oğlum, babam nəç məktəbi tərk edibsək, nəç işləmsək, getməyibsək məktəbə. Birisi günlərin birisində deyir, Allah intiqam etsin babamdan. Dedim, olmaz babaya, olmaz, bəddə edəsək. Dedi, bəli ammu dedi. Dedi, mən ən gizirəq idim məktəbdə, işləmək səbəbinə məni çıxartdı, hambal edib, özünün də 2 təksisi var, özü də işləmir, oturub evdə. Özü işləmir, məni işlədir. O zaman yoldaşlarım görəndən məktəbə gedirlər, az qalı yığılıyım. İdən uşaq idrak edər ağalar. Uşaq idrak edər, demə idrak etməz. İdən uşaq nə minən nahiyə, ən nəfsiyyə, uşaq idrak edər bi ənəhu məhrimdir, bi ənəhu təmyiz olunur. Gəlin alaq minən nahiyə nə? Minən nahiyyəl ictimaiyyə alaq özünü. Məktəblərin ara yerində, kadir, tədrisilərin ara yerində nə olur? Həssasiyyət olur. Nə üçün? Deyər, iyidir, bizdə kəfa var. Nəql istəyəndə kimsə bizi etmir. Onların ləənnəhu ilaqatları var, ləənnəhu vasıtaları var, onların işləri yerir. Bizim nədir? Bizim işimiz yermir. İdən daha mən nəyə özüm hələk edirəm? Gördük, hara yetişdirdi? İdən müştəməə tədbir etdi. Bittali ağalar, idən, və lakin gəlin 3 şeyim var, onları da deyim, xətməyim. Gəlin, baxın, bi ənəhu nədir? Bunları qiyas edəqin, biz bu vəzəmiz, baxaqın, bəz anzimə aləmiyyə edəqin. Finlandiyada biz siz necədir məktəb? Finlandiyada məktəb nə edərlər? Bunların bir qoy deyəqin, Vizarət-i Tərbiyə və Təlim yanlarında nə şəkildə nəqil, nəyə ətimad edər? Özlərinin bir nizam, mərkəzi elektroni var. Bir dənə istədiysə nəql olsun məktəbdən məktəbə nəyə baxarlar?
onun kefaatine bakarlar. Bir de o yerin ihtiyacatına. Yani her geldi insan edebilmez nakl olsun. O zaman iki kafusa kafaa varsa özünde, o yerde ihtiyaç varsa ondan nakl olunur. Fa bu koyar ne olsun? Bu koyar bi ennehu kadir tedrisi daimen حاول يتم بأنه كفو olsun. Niçin? لأنه حتى استري نقل olsun. لذلك değiller Finlandiya gelsey بأنه نادي عالميا baksay بأنه en mutakaddim devlet neyde? Mektep tarafından. Yabana gelağını ağalar. Yabanı alaq. Yabanda bizim kimindir? Muallim girer bir mektebe tayin olar. Bir mektebde ihtiyar olur. 60 yaşında oğlu takaat çıkar o mektepten. Bu şekilde bana şekilde. Onların yanında bir ennehu muallim olsun, müderris olsun, davridi işler. Yani bir ma'na nedir? Her mektebde 4 yıl, 5 yıl kalar, ondan ayrı mektebe nakli olur. Sebep nedir ağalar? Sebep evvelen ennehu bir hedef özünden ennehu adalet tahkik olmaqdır. Neçi bir tane en iyi mektebde devam etsin, ömrünü bitirsin, bir tane yaramaz mektebde bitirsin ömrünü. Ve mektebde muallimler ne derler? Dolanırlar. Bizim zabıtlarımız beledi. He? Bu zabıtı atarlar bu mantıkaya, atarlar o mantıkaya, atarlar o mantıkaya. Ma'al ilim orada muallimi belederler. Hedef nedir? Hedef bi ennehu evvelen tahkik adale, tahkik olsa ikinci tabadülül khibra oğlu. لأنه bu mektebde eğer muallim zayıfsa onu kefaasına göre getirendeler buna. Muallimden sorar ne şekil ders verirse. Vallahi ben bele veririm. Sen yok ben bele veririm. Febittali birbirinden ne derler? Khibra alarlar. İden ne oldu ağalar? Feiden tahkik bi ennehu el adale vel khibra. Üçüncü bu koyar bi ennehu ibda etsinler. Bu koyar bi ennehu ciddi olsunlar. Bu koyar kefaeleri olsun. Gelağın ağalar san gafuraya alağın. Onların işine bakağın ne şekilde. Onların gelsek devlete, onlarda ne var? Onlarda koy böyle diyen takiyim var özlerinde. Her muallimin, her müderrisin, her bir fetheden bir aydadı, 2 aydadı takiyim var özü için. Yani o zaman gelende isteyende bir ennehu dediyse ben istirem nakl olun filan mektebden filan mektebe sicilini açarlar, takiyimine bakarlar. Seni ders vermeyi ne caydı, kafayı ne caydı. Kafayı varsa nakl olursa, kafayı yoksa nakl olunu mu yapsay? İden gördüğünüz nece teşcih edirler. İlmi, talimi nece teşcih edirler. Koyar bu insanı ibda etsin. Yok bes kafaasını görselsin. Yok koyar ibda etsin, tefennün etsin dersinde. Maalesef bizim gelendek bi ennehu bakısa inadı ve huve ennehu vasıtat kadiyası, ilakat kadiyası. Benim valla bu tanışımdım. Adam elim yeri eğer etmediyse bele ederim özünü. Bilmir ennehu nadı khiyane edir bi ennehu mujtema'a dina ve وظيفة تعليمية. نسأل الله تبارك وتعالى بحق محمد وآل محمد bizimkiler Irak o kimselerden kad yakun gafil bu meseleden Allah tebareke ve teala gaflatinden diskintirsin özünü. Yok vallahi eğer müteammidse bu meseleni bilirse özün bir ennehu bes özün düşünse Allah tebareke ve teala bir akıl versin özüne. Nesalullah tebareke ve teala bi ennehu nade her müminin hacatını qada etsin. Nesalullah tebareke ve teala bütün hastelerimizin şifasını versin. İla arvahil enbiya'i vel ulema'i ve şuhada ve amwatina ve amwatikum nuhdi lil cemi' thawabel fatiha ma'a salat ala Muhammed ve ali Muhammed.